Video kəsildiyinə görə yarımçıq qalmışdıq və biz də 81-ci sualdan davam edək. 81-ci sualda bizə nə deyir? Bizə götürək biraz uzun sual oxşuyur. Görək nə deyir bizə. Aha. Avtomata girişdən 3 rəqəmli ədəd daxil edilir. Yəni 1, 2, 3 rəqəmli ədəd daxil edilir və ədəd qayda ilə çevrilir. Ədədin birinci və ikinci rəqəmləri və ardıcıl olaraq ikinci və üçüncü rəqəmləri bir-birinə vurulur. Alınmış ədədlər artan ssenarilər yan-yana yazılaraq yeni ədəd alınır. Aha. Deməli bizdə birinci ədədlə ikinci ədəd vurulur, bir ədəd alınır və ikinci ədədlə üçüncü ədəd vurulur və bir ədəd alınır. Və burada hansı azdırsa da birinci olaraq artan sıra hansı azdırsa da birinci o yazılır və ikinci yerdə çox olan yazılır. Və avtomatda çıxışa bizə verib 816 ədədini veribsə və biz burada bu qaydaya uyğun olaraq ədədləri tapmalıyıq. Girişə verilən ən böyük və ən kiçik ədədlərin cəmini tapın. Girişə verilən ən böyük ədəd desək bizdə hansı ədədin bir ədəd götürsək və onların ilk hasili 8 və növbəti hasili 16 verər. 2, 4, 8, bir də 8. Böyükdən başlayaq. Birinci 8, 2, 4. Bunun hasili bizə 16 verdi. Bunun hasili bizə 8 verdi. Deməli, bizim ən böyük ədədimiz 824-dür. Və bu qaydada kiçik ədədi tapsaq və bu zamanda biz bunu necə eləyək? Mərkəzdə 8 yazsaq, 2, 1. Elə tapıldı. Mərkəzdə 8 yazsaq, 1-i 8-ə vurduq, 8, 8, 2-yə vurduq, 16. Bizdən də bunların cəmini istəyir. 4-ün üzərinə 2 gəldik, 6, 2-nin üzərinə 8 gəldik, 11 yadda, 8-in üzərinə 1 gəldik, 8, bir də 10. Cavabımız Y bəndi. Əslində, qarışıq sual görsənirdi, intihası asan sual imiş. Keçək növbəti sualımıza. Növbəti sualımızda bizə deyir ki, 152. Say sistemin əsasını təqdim edin. 152x üzərinə gəlsin 45x bərabərdir 141 8-lik say sistemində. Açıq yazılışdan istifadə edək. X-in kvadratı üzərinə gəlsin 5x üzərinə gəlsin 2 üzərinə gəlsin 4x üzərinə gəlsin 5 bərabərdir. 8-in kvadratı 64 üzərinə gəldim 32 üzərinə gəldim 1. X-in kvadratı üzərinə gəlinsə 9 üzərinə gəlsə 7 bərabərdir. Bunun cəmi də 97. X-in kvadratı, burada 9x var. X-in kvadratı üstə gələk 9x bərabərdir 90-a. X-i çıxarsaq x üzərinə gəlsin 9 bərabərdir 90. Hansı ədədin üzərinə 9 gəlsək və həmin ədədə vursaq bizə 90 verər. Yəni bunu Viet teoremindən diskriminantını demək olar. Belə hasan yolundan deyirəm sizə. 5-ə isə 5-in üzərinə 9 gəlsək 14. 14-ü 5-ə vursaq. 14-ü 5-ə vursaq. Bu bizə 70 verəcək. Xeyr. 6. 6 üzərinə 15 vuraq 6 eləyəcək 90. Cavabımız oldu Y bəndi 82-ci sualda 6. Deməli bizdə 6-lıq say sistemində olubdur. Keçək növbəti sualımıza baxaq. Növbəti sualda deyir ki, növbəti sualda deyir ki, 512 simvoldan ibarət olan informasiya mətn fərqləşdirərək 384 bayt həcmə malik olmuşdur. 500 bizdə heç bir kodlaşdırma cədvəli demədiyinə görə biz bunu ASCII ilə götürəcəyik 1 bayt. Deməli 512 bayt olubdur. 512 baytın 100%dirsə də 384 baytın x faizdir. Bizdə neçə faiz arxivləşdirdiyini soruşur. X-in bərabərdir. 384 vuraq 100 bölünsün 512. Bunu tez olsun deyinək. Kalkulatordan edəcəm.
384'ü vuracaq 100'ə. Böləcək 512'yə. Bizə verəcək 75. Deməli bizdə 384 75%-dir. Neçə faiz arxiləşdirdim? Deməli bizdə 100%-dən çıxacaq 75%-ni, qalacaq 25%. Deməli bizdə 25% arxiləşib ki, bizdə bu ədədimiz 384 olub. Aha. 84-cü sualımıza baxaq. 84-cü sualda deyir ki, bizə asikotyanın fraqment verilmişdir. Aha. D simvolunun 16'lıq kodunu müəyyən edin. Bizdə böyük C-miz böyük C sonra D gəlir və 67-dir, növbəti 68 olacaq. 68. Bilirik ki, bunların arasında olan fərq də 32'yə bərabərdir. 32'yə bərabər olduğuna görə bu bizə 10'luqda 100 verəcək. 100 verdi. 100'ü də biz 16'lıq say sisteminə keçsək, 100'ü 16'ya bölsək bizdə nə verəcək? 100'ü 16'ya bölsək 6 dəfə 6 36 6 1 6 96 4. Deməli bizə verəcək 64. Deməli bizdə 84-cü sualın cavabı olacaq 64. Keçək növbəti sualımıza. Qraflarsız olmaz. Aha. Deyir ki, A və C şəhərindən A-dan F şəhərinə neçə yol gedir? A-dan 1 çıxdı, B-yə 1 daxil olub, 1, 1, 1. C-yə 1 daxil olub, 1 çıxacaq. D-yə daxil olub, 2, 2 çıxacaq. C-yə 1 daxil olub, Y-yə də 2 daxil olub. C-yə 2, 4. 4 daxil olubdur. 1, 2, 2 də bu 4. Və cəmi 7. 7 müxtəlif yolla biz fərqli yolla A şəhərindən F şəhərinə gedə bilərik. Aha. 86-cı sualımız. 86-cı sualda baxaq. Kilobayt ilə deyirsə də bunu biz çevirsək bizdə 512 kilobayt. Üzərinə gəlsin 4 kilobayt. Bunları 600 bitdə keçək bayta. 8'e bölsək. 600'ü 8'e bölsək neçə eləyəcək? 600'ü bölək 8'e 75 bayt. 1900 bayt. Üzərinə gələk 73 bayt. Üzərinə gələk 75 bayt. Bu bizə verəcək 1900 üzərinə gələk 73 gələk 75 2048 bayt. 2048 baytında bizə nə verəcək? 2048 baytında üzərinə gəlsək, bunu da baytdan kilobayta çevirsək, bu da 2 kilobayt. 2 kilobayt. Deməli 512 üzərinə gəl 4, üzərinə gəlsin 2. Eləcək cəmi 518 kilobayt. Cavabımız olacaq 518 kilobayt. Bu 86-cı sual idi. Keçək. Növbəti 87-ci sualımıza baxaq. 87-ci sualda bizə nə deyilir? 87-ci sualda deyir ki, Unicode ilə kodlaşdırılmış simvolların sayı 5120. 5120-dirsə də baytla götürsək bizə neçə eləyəcək? Verəcək bizə 240. Deməli 1'ə C variantı. Aha. Bu belə. Ondan sonra 1024 bizdə nədir? Bu baytdır. Baytdır. Bizdən ola bilsin bitlə də istəyə bilər. Burada bu deyil, bu deyil. Bunu biz baytdan kilobayta keçdik. Ona bölsək bizə verəcək 1024'ə bölsək 10 kilobayt. Deməli bu da Y. C ilə Y getdi 1'ə. Sonra 256 vuraq 2 bayt. 512 bayt.
512 bayt da bizdə nəyə uyğundur? 0,5 kilobayta. 2-yə gəldi A. Bir də 512-ni biz vursaq 256 vursaq bunu buraxsaq 8-ə belə rahat olsun. Kilobaytdan bitəcək, keçsək 512-ni 512-ni isə 2-nin üstü 9 vursaq 2-nin üstü 10. Neysə qarışdırdım burada. Bir dəqiqə. 512 bayt. Oh, 512 bayt. Bu getdi. Deməli məndə A da getdi, C də getdi, bir də Y getdi. Sonra 2048 baytdır. 2048 simvol vursaq 2 bayta 4096 bayt. Bu da getdi B. Bura kaldı 4096 bit. 4096 bit 256 vursaq 4096 bit 16 bitə. Eləsə 2-nin üstü 8 üzərinə gəlsin. Vurulsun 2-nin üstü 4. Bu 2-nin üstü 10. Ah, elə bu da D bəndidir. 2-yə də D bəndi getdi. Səksən səkkizinci sualda deyir ki, kodlaşdıra biləcək minimal əlifba. Minimal simvol əlifba deyildə hər hərf bir dəfə götürülə bilər. P, O, W, R, P, O götürülə bilməz. I, N, T. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 simvol varsa da bir simvolun neçə bitdən 3 bitlə kodlaşdırıla bilər. İnternet sözü 1, 2, 3, 4, 5, 6, 7, 8. Cavabı da baytla istəyir. 8-i vuracaq 3 bitə. Bunu da bölsək bayta keçmək üçün 8-ə bizdə verəcək 3 bayt. Cavabımız olacaq 3 bayt. Keçək növbəti sualımıza. Növbəti sualımız 89-cu sualdır. 89-cu sualda bizə nə deyir? Bizə deyir ki, müxtəsər vurma düsturlarından istifadə etməklə onluq say sistemində verilmiş 544 ədədini 8-ci say sistemində ifadə edin. 544 ədədi 512 544-dən çıxsam 512-ni qalar neçə? 2 32 belə 544-ü yazacaq biz 512 üzərinə gəlsin 32-nin kvadratı 512-nin kvadratı üzərinə gəlsin 32 vuraq 512 vuraq 2 üzərinə gəlsin 32-nin kvadratı 2-nin üstü 9-un üstü 2 neçə verəcək bizə 2-nin üstü 9-un üstü 2 2-nin üstü 18 üzərinə gəl 2-nin üstü 5 5 bu 9 9 1 2'nin üstü 15 üzerine gelsin 2'nin üstü 5'in üstü 2'nin üstü 10. Bu da belə. Və bizdə deyir ki 8'li say sistemində ifadə edin. 8'li say sistemində ifadə etmək üçün biz bunu 2'nin üstü 3 kimi göstərməliyik. 2'nin üstü 3'ün üstü neçə? 3 dəfə 6 18 üzərinə gəlsin 2'nin üstü 3'ün üstü 5 üzərinə gəlsin 2 üstü 1 vurulsun 2'nin üstü 3'ün üstü 3 deməli məndə nə oldu 8'in üstü 6 üzərinə gəlsin 8'in üstü 5 üzərinə gəlsin 2 vurulsun 8'in üstü 3 bunu da biz yazsaq, bu cəmi yazsaq, açıq şəkildə yazsaq, 8 hissəsi. Deməli, məndə 7 rəqəmli ədəddir, 6-da 5-də 1-dir, 4-də 0-dır, sonra 2-də 6, 5, 4, 3, 2, 1, 0.
Məndə alınan ədəd bu şəkildə olacaqdır. 1, 1, 0, 2, 3 dənə də 0. Bu oldu bizdə 89-cu sualın cavabı. Keçək 90-cı suala baxaq. 90-cı sualda nə deyir? Deyir ki, informasiya 80, asan bir sualdır. Aha, ən azı neçə rəng mövcuddur? Ən azı neçə rəng? V həcminin bərabərdir 84 kilobayt. Piksellərin AB də bərabərdir 256 vurulsun 384. Məndən n istəyir. N də bərabərdir V bölünsün AB. 84 kilobayt bitə çevirmək üçün 2-nin üstü 13-ə vuracam. Bunu da yazsaq 2-nin üstü 8 vuraq 384. İxtisarlarımıza baxsaq, ikinin üstü bu getdi qaldıqca 2-nin üstü bu da 5. 84'ü vuraq 32'yə bölək 384'ə. 384'ə. Nəysə düz getmədik deyilsən. 84 kilobaytdır. Kilobaytdan bir tek seçəndə 2'nin üstü 13 böldük. 2'nin üstü 8 vuraq 384. 84. En soruşur bizdə. 2'nin üstü 8. Bu da qaldı 2'nin üstü 5. 32. Ne düz getmir. 84 vuraq 32 böl 384. Hətta 7 bit alınır. 7 bit alınır. Ən azı neçə rəng mövcuddur deyilsə də 7 bitlə biz kodlaşdıra bilərik 128 dənə simvol. 128 dənə simvol kodlaşdıra bilərik və biz burada yəni cavab 128 demir götürməyəcək. Çünki ən azıdır. Biz 64 deyəndə 6 bitdir. Artıq 65 deyəndə 65-dən 128-ə qədər nə götürürük? 7 bit götürürük. Deməli bizdə burada cavabımız olacaq ən kiçiyi 65. Arzu edirəm ki, yəqin ki izahlarım az da olsa sizə kömək oldu. Diqqətiniz üçün çox sağ olun, təşəkkür edirik.